Mən 82-ci ildə Abşeron rayonunda doğulmuşam. Atam, anam normal sedantar insanlar olub. Yəni oturaq həyatı olan, normal iş fəaliyyəti olan, çox zəngin bir ailənin evladı olmamışam. Mən ailənin ikinci evladıyam. Fevral ayının 16-sı atam şəhid olduqdan sonra həyatımız tamamilə fərqli bir yönə getdi. 88-də bilirsiniz, müharibə başladıqdan sonra Qarabağ hadisələri çox ciddi bir rəng aldı. 91-ci ildə İsmət Qaybovun vəfatından sonra, o vertolyot partlamasından sonra mənim atam könüllü olaraq Qarabağa yönəldi. Hardasa bir-iki dəfə gördük biz onu o ərəfədə. Fevral ayında artıq biz onun ölüm xəbərini aldıq. O qədər patriot bir insan idi. Mənim bu ədalət axtarmağım, nəsə eləməyə çalışmağım, o məhz atamdan keçən bir QR kodundur. Onu yazmırlar sənə, sən ondan doğulursan. Şəhid olduqdan sonra həyatımız tamamilə fərqli bir yönə getdi. Başımıza çəkdiniz, arxaya qoydunuz, endirdiniz. Mənim peşə seçmək kimi bir şansım olmayıbdır. Mənə heç kim sən bunu istəyirsənmi deməyib. Mən sadəcə olaraq həyatda müəyyən prosedurda sürüklənmişəm və o prosedurun içində özümü yaratmışam. Konservativ bir ailə olduğuna görə bizdə qadın azadlığı anlayışı olmayıbdır. Sadəcə olaraq mənim özüm uşaqlıqdan belə olmuşam. Yəni çox güclü bir ruhum olubdur. Belə deyim də, yəni 3 bacının içində ən çox döyüləndə mən olmuşam. Şuluq olmuşam. Həqiqətən çox şuluq olmuşam. Amma mənim içimdəki ədalət tərəzisi çox fərqli çalışıbdır. Balaca Robin Hood kimi fikirləşin də məni. Kimi ki döyüblər, onun yanında olmuşam, kimi ki kasıb olub onun yanında durmuşam. Təklənən hər kəsin həmişə arxasında durmuşam, həmişə tək olmuşam. Balıq sürüsü var, məsəl üçün quşlar var, zürafələr birlikdə gəzir. Mən həmişə canavar balası olmuşam. Yəni mən bunu bilirəm, mən belə yaşamışam. Bu anlayışım mənim özümdən asılı deyil də. Bu mənim nədirsə, yəqin ki, fitrətimdə var. Mən idmana həmişə həvəskar olmuşam. Bədən tipimdə məhz mezomorf tipi, yəni idmançı tipidir. Yəni mən idman eləməsəm də idmançısan deyilirdi. Ruhumun dincliyini idmanda tapdım deyə bilərəm. Çünki mənim terapiyamda idman olubdur. Mənim psixoloji sarsıntılarımın üstəsindən də idman gəlibdir. Nə qədər çətinlik olursa olsun, çıxıb parkda qaçanda sakitləşmişəm. Fitnesə gələndə isə, mənim 28 yaşım var idi. Mən fitnesə qədər güləş, judo, karate kimi idman növləri ilə məşğul olmuşam. Amma bunu heç vaxt professional olaraq düşünməmişəm. ...36 yaşıma qədər mən kölgə olmuşam. Başqaları üçün, cəmiyyət üçün, valideyn, uşaqlar, çünki həmişə birinci onları düşünmüşəm. 36 yaşımda çox ciddi xəstələndim, apatiyadayam, çox ciddi bir depressiv bir vəziyyətdəyim. Evladlarım var, onları bir şəkildə qaldırmalıyım. Hə, deyəcəksiniz ki, qohum, əqraba, ana, ata, yox, heç kim yetim deyil, amma onun ətrafında güclü tutuna biləcək kimsələr var. Amma sən o kimsələri tutulmaq istəyirsənmi? Sualını sənə heç kim vermir. Mən istəməmişəm. Bəlkə də elə bu məni mən eləyibdir. Bəlkə də bu anlayış məni bu dəqiqə günah razı eləyib. Hə. Düzdür, mən çox sancılı bir dönəm keçirtdim. Mən evladlarımı burada qoydum. Xəstə bir qadın kimi mən Azərbaycanı tərk etdim. Artıq bitmişdim. Və mən özümü sıfırdan tikə-tikə yığdım. O ağrılı prosesi mən 5 il tamamilə izolyasiyada yaşadım. Qəribə ölkədəsən, təksən, qapısını döyə biləcəyin heç kimin yoxdur. Amma bir o qədər də çox ətrafımda çağırsam gələ biləcək dostlar edindim özümə. Həqiqətən Türkiyə mənim üçün ikinci yaradılış oldu. Ana bətnindəki dincliyi orada gördüm. Bir insanın özünə aid olmağının necə bir şey olduğunu anladım. Özümü idmana o qədər çox verdim ki, mən günümün 5-6 saatını zalda keçirdim. Bəlkə çox vaxt ac qalırdım, yemək yeyə bilmirdim, amma idman edirdim. Və hər kəsə deyirdim ki, mən yarışacağam. Mənə gülürdülər. Çünki dedim də, mən ora getdiyimdə mən artıq 36 yaşım var idi və
Bu az bir yaş deyil. Müəyyən prosedurlardan sonra bədənin yığdığı bütün zəhəri, toksini, xəstəliyi özümdən çıxardaraq elə bir ki, geri saydım həyatımı. Mən bədən olaraq yağlıydım, xəstə idim, yaşlıydım. Yəni ciddi deyirəm, mən 36 yaşımda bundan daha yaşlıydım. Mən yeriyə bilmirdim, belim ağrıyırdı. Səhərlər qalxanda apatiya ilə qalxırdım. Mən bu depressiyanı, bu sıxıntıları nə tabletkalarla, nə başqa bir şeylərlə sadəcə zehnimi və bədənimi tərbiyə eləyərək əmələ gətirə bildim. Yarışa hazırlanma kimi bir hədəf qoydum özümə. Bəlkə də o hədəf məni ayaqda saxladı. 2021-ci ilin noyabr ayında bir trenerlə danışdım. Dedim ki, mən yarışmaq istəyirəm. Mən ondan çox razıyam. Allah ondan da razı olsun. İhsan Aydın deyə bir trener idi. Mənə çox dəstək oldu. Təmənnasız. Çox ciddi sərt bir diyet elədim. Ömrümdə o qədər çox aclıq hissi ilə yaşamamışdım. Antalya'da Türkiyə Milli Takım yarışmalarında 2022-ci il mart ayında bədən gelişdirmə qadın kateqoriyaları body fitnessdə mən yarışa çıxdım. Mənə üçüncülük medalı verildi. Bu mənim ilk yarışım idi. Bu yarışdan sonra mən dedim ki, artıq dayanmayacağam və mən 2022-ci ildən bu tərəfə 5 yarışa hazırlaşdım. O yarış daxil olmaqla 5 yarışdan 3-ündə iştirak elədim. Axırıncı yarışlarım NPC yarışmaları Avropa və Anatoliya Cup uluslararası yarışma oldu. Bu da 2024-cü il oktyabr-sentyabr aylarında İzmirdə oldu. 22-ci ildən bugünə qədər dayanmadım. Azərbaycana gələndə heç bir Azərbaycanlı mənim haqqımda bilmirdi. Gəldikdən sonra Azərbaycan məni tanıdı. Bir həftə vaxt aldı bu tanınmağım. Hər cür sözü eşitdim. Təbii ki, bu mənə gülməli də gəlir. Bəzən ağlamaq istəyirəm ki, niyə də, yəni bəzən də özümlə qürur duyuram. Amma həmişə yox, bəzən. Çünki çox qürurlanmaq da təkəbbürdəndir. Hal-hazırda Bodybuilding Federasiyasının içindəyəm və Rauf Minətəliyevin yanındayam. Başqa heç bir zallarla əməkdaşlıq etmirəm. Çünki mən gəldiyimdə, mən Rauf müəllimin yanına gəldim və dedim ki, mən məşq eləmək istəyirəm. Əslində burada qalmağı planlamırdım. Amma o qədər çox bilgiyə aclıq var ki, o qədər çox ehtiyacı var ki, uşaqların, qadınların, insanların. İnanın, pandemiya insanları çox fərqli bir boyuta keçirdi. Bu sadəcə bizə aid bir şey deyil. Yəni, bütün dünyanın gedişatı və düşüncə tərzi dəyişdi. İnsanların psixologiyası dəyişdi. İnsanlar artıq insanlara güvənməməyə başladı. İnsanlar insanları qucaqlamamağa başladı. İnsanlar tənhalaşdı və insanlar tənhalığını yeməklə tamamlamağa başladı. İnanın, insanlar pandemiyadan sonra özləri də anlamadığı şəkildə forma dəyişdi. Düşüncələri, şüurları dəyişdi. Və o ruhsal tənhalığı, boşluğu yeməkdə tapdılar. Çünki ən asan yolu budur. Ye, unut, yat. Passivlik insanları çox fərqli bir boyuta gətirdi. Çox xəstə uşaqlar var. Çox xəstə qadınlar var. Çox kilolu insanlar var. Və mən gedə bilmədim. Qaldım burada. Mən bir ildir buradayam. Düşünürəm ki, nəsə eləmək lazımdır. Mən ümumiyyətlə özümü püxtələşdirdiyim zaman çərçivəsində öyrəndiyim hər şeyi öz üzərimdə pratik edindim. Bir qadın olaraq o qədər çox çərçivələrdən aşmışam ki, bədənsəl danışıram. Mən bunu ruhsal boyutunu danışmıram heç. Hər şeyi qoyuram bir tərəfə. O daxili güc filan onlar hamısı hekayədir. Onlar boş verin. Müəyyən prosedurları yaşadığım üçün, müəyyən şeylərdən keçdiyim üçün. Bunun diyeti var, hormonal dizbalansı var, qadınlar haldan hala düşə bilər, qadınlar kişilər kimi dayanıqlı deyil, stresə o qədər çox dayanıqlı deyil, pratik beyinə sahib deyillər, qadınlar daha duyğusaldılar, qorunmağa ehtiyac duyurlar özlərini, bəzən yeyib yatmaq istəyir, sadəcə bu normaldır. Və mən bunları öz bədənim üzərində pratik edib aşa bildiyim üçün başqalarına mükəmməl bir şəkildə sunmuşam. Çünki mənim öz proyektim özüm olmuşam. Uşaqlar məsələsi belə oldu ki, Faiqi gördüm. Atası ilə və nənəsi ilə gəldi zala. Faiq
tamamilə başqa bir dünyadır. Dünya deyirəm, mən ona bir uşaq kimi baxmıram. Kainatdır o. Faik gəldi və mən ona toxundum. Mən istədim ki, o məni hiss eləsin. Çünki gözləri görmür. Əllərini qoydum üzümə, dedim, bax, mənim adım Günaydır, mən səndən tanış olmaq istəyirəm. Və ona artıq bilgi vermişdilər ki, biz dala gedirik. Çünki uşaq 6 yaşındadır və 6 yaşına qədər bütün reabilitasiya şöbələrini gəziblər. Nənəsi də, atası da, anası da çox əzimli insanlardılar və o uşaq üçün hər şey eləyirlər. Biz kontakta girdik və mən hiss elədim ki, o uşaq məni anlayır, hiss eləyir, məndən gözəl enerji ala bilir. Biz Faiklə məşqə başladıq. Və mən gördüm ki, bu məndə alınır. Bilirsiniz, Faiklə əsas məsələ nədir? Sevgi ilə anlaşırıq. Fiziksel təmasdan daha çox, bilirsiniz, reabilitasiya şöbəsi, həkim, dərman, sevgi, ona toxuna biləcək bir insan. Mən demirəm, nənəsi, babası, anası onu sevmir, sevirlər. Aşırı dərəcədə sevir. O qədər çox sevirlər ki, aşırı mərhəmətləri ilə Faiki biraz daha köməksiz eləyirlər. Amma mən bəzən ona qışqıra bilərəm, səsimi yüksəldə bilərəm, Faikdən tələb eləyə bilərəm. Çünki mən onun treneriyəm. Faik yeriyəcək. Mən öz səhifəmdə qadınlara onların yazdığına görə ümid işığı olmuşam. Bu məni hədsiz dərəcədə xoşbəxt edir. Qadınlar var, inanın deyəmə o qədər çox yazırlar. Günay xanım, mən tam təslim olduğum an sizi gördüm. Yataq xəstələri var. Mən bunları işıqlandırmıram, amma evlərinə getdiyim insanlar var ki, çarəsizdir, yataqdan qalxa bilmir və məni gördüyündə nəsə eləməyə çalışır. Bilirsiniz, insanlara ümid lazımdır. O ümidi itirməmək. Əsas budur. Mənim qayəm insanların müəyyən bir yerə gələ bilib, oradan sonra özlərini davam eləməkdir. Günay Arazova olmaq üçün çox pillələr aşmışam. Həmişə yolu ilk keçən insan ən çox əziyyət çəkən insandır. Çünki o yolu keçir, cığırı açır və işıq qoyur hər yerə. Və deyir ki, mənim arxamdan gəlin. 5 il bundan qabaq bugünkü Günayı görə bilmirdim. Amma 5 ildən sonraki Günay mütləq şəkildə başqa idmançıları yarada biləcək bir gücə sahib olmalıdır və başqa idmançıları öz arxasınca aparan bir qadın olmalıdır. Bunun içində mənim öz evladlarım da var. Və bunu daha professional bir şəkildə eləmək istəyirəm, daha maarifləndirici bir şəkildə eləmək istəyirəm. Özümü həqiqətən də təlim, təhsil, idmanın içində görürəm. Güc və zərafət eyni anda ola bilər və bodybuilding məhz budur. Mən qadınlığımı inkar etmirəm və mən heç bir kişinin yerində durmağa çalışmıram. Mən kişiyə kişi olduğu üçün hörmət edirəm, onun gücünü qəbul edirəm, amma mən bir qadın olaraq da güclü bir bədənə sahib olmaq istəyirəm ki, məhz 40 yaşından sonra bütün qadınların sağlamlığının birinci nöqtəsi fitnessdir, ağırlıq məşqləridir, əzələ kütləsinin çox olmağıdır.